canlı efirdə öz işini davam edir. Yeni qoşulan tamaşaçıları salamlayıram və studiyamızın qonaqları Nərgiz Klinikasının həkimi professor Mehran Ağa Məhəmmədpur, uşaq nevropatoloqu. Xoş gəlmişsiniz doktor. Və loqoped Vüsalə Cabbarovadır. Xoş gəlmişsiniz. Vüsalə xanım ilk dəfədir efirimizdə, amma Mehran Ağa efirimizdə bir dəfə olub. Yenidən sizi görməyimizə çox şadıq və bayaq mən birinci saatımızda söylədim ki, bizim mövzumuz uşaq xəstəlikləri, yəni hansı xəstəliklərlə nevropatoloqa müraciət etmək lazımdır və loqopedlə də söhbətimiz təbii ki, bugün alınacaq. Biz nitq qüsurlarına daha çox toxunacağıq və hər iki həkimimizə sualınız varsa canlı efirə qoşulun. Telefon nömrəmiz 518-04. Mehran Ağa, ilk sualım sizədir. Hansı xəstəliklərlə əslində uşaq nevropatoloqa müraciət etmək lazımdır? Salam deyəm sizə və hörmətli tamaşaçılarımıza. Təşəkkür edirəm. Bir ümdə problemlərdən biri ki, müraciət olunuyor ona görə sudurqadır. Sudurqa buna görə ki, uşaqda danışmağında, hərəkətində, zehnində, şuurunda və yaddaşında problem yaradır. Ona görə lazımdır ki, çox diqqət olunur. Bir sərə sudurqalar vardır ki, buna tanıyıq və bilirik və olmamın ona müraciət olur. Bu iki bir uşaqda huşdan gedir, qıcı olmaq olur, qollarında ya qışlarında atmaq olur, gözləri bir tərəfə axır, yəni ki, dişləri kilitlənir. Bunlar bir əlamətlərdir ki, bunu görməmin müraciət olur. Amma sudurqanın bir sərə əlamətləri vardır ki, bunlara gərək valideynin çox diqqəti ola. Ki biz bunlar deyirik sudurqanın xəfif formaları. Bir yeni doğulmuş uşaqda xəfif sudurqa eləyə bilər bu formada olsun ki, uşağın ağzının döyrəsi göyərməsi olsun, çox ağzından su gəlmə olsun, ya ki ağzında çeynəmə hərəkətləri olsun, ya utqunmaq olsun. Və ya ki bir yeni doğulmuş uşaqda eləyə bilər xəfif sudurqalar bu formada olsun ki, uşağın gözləri bir tərəfə axa, ya gözlərində titrəmə ola, ya ki tez-tez kiplik vura və ya ki uşağın nəfəsi dayana. Bunlar eləyə bilər ki, bir sudurqa formu olsun və valideynin gərək buna diqqətli ola. Uşağın sinni ki, yuxarı gedir, 4-8 aylıq bir uşaqda, xəfif sudurqalar eləyə bilər bu formada olsun ki, uşaqda birdən-birə diskinmə ola, ya ki birdən-birə ağlamaq ola. Ki, valideyn təsəvvürü buna ola ki, bu köpdür. Halbuki bu eləyə bilər bir sudurqa əlaməti ola. Uşağın sinni yuxarı gələndə eləyə bilər bu xəfif sudurqalar bu formada ola ki, uşaq birdən-birə dili tutula, nadinc ola, aqressiv ola və o tərəfə qaça. Uşağın sinni biraz yuxarı gedir, məktəb sinninə çatır. Məktəb sinnində bu xəfif sudurqalar eləyə bilər bu formada olsun ki, uşaq birdən-birə donmaq ya tutulmaq olar. Müəllimənin şikayəti bundan olur ki, uşaq məktəbdə, sinifdə öz aləmindədir. Heç fikri dərsə sinifdə deyil. Daha xəfif sudurqalar yuxarı sinirlərdə eləyə bilər bu formada olsun ki, şəxs bundan şikayət olur ki, ağzının dövrəsində çəyəlmə olur, ya gizildi olur. Və ya ki, səhər yuxudan duyanda istəyib başını dayasın, dayaq əlindən düşür. Və ya ki, bir seri səslər ya iyləyi hiss edir ki, bunun vaqiyyəti yoxdur. Və ya ki, baş şicəllənmə olur fərdidə. Və ya bəzi vaxtlar əşyanı əndazəsindən xırda göy və ya böyük göy. Ki, bunlar eləyə bilərlər hamısı bir xəfif sudurqanın əlamətləri olsunlar. Və əlbəttə bu xəfif sudurqalarda gənə eləyə bilərlər uşağın rəftarında, yaddaşında və şuurunda problem yaratsınlar. Ona görədir ki, biz təkidimiz olur valideynə ki, bu əlamətlərə çox diqqət eləsinlər. Bir ayrı problemlərdən biri uşaqlarda, uşaqların baş ağrısıdır. Buna görə ki, uşağın baş ağrısı olanda, təbiidir, bu məktəbdən qalır, təhsildən dalıya düşür və uşağın rəftarlarında bu problem yaradır. Ona görədir ki, gərək valideynin uşağın baş ağrısına çox diqqətli ola. Bir uşaqda ki, aşağı sinnidədir və yaxşı deyə bilmiyor başının ağrısın, baş ağrısı eləyə bilər bu formada olsun ki, uşaq aqressiv olur, nadinc olur, ürək bulanma, ya qusma əmələ gəlir uşaqda və ya ki, görürsünüz ki, uşaq gözlərin və başın ovuşalır. Əlbəttə, bu baş ağrısı
mətləbində bir mühüm nöqtə budur ki, bəzi vaxtlar baş ağrısı qulaqda bir səslərlə olur və ya ki, gözün qabağı qərinlik olur, ya şəxs deyir ki, mən baş ağrısı olan zaman iki görürəm əşyanı. Bu əşxas belə təsəvvür edirlər ki, şayət qulaqda və ya gözdə bir problemdir. Halbuki bu problemlər qeydi həmin baş ağrısına. Yəni, bu baş ağrısındandır ki, eləyə bilək bir seri səslər qulaqda yaransın. Yəni ki, gözün qabağı qərinlik görsün. Daha ayrı problemlərdən uşaqlarda uşaqların baş ölçüsüdür. Bizim intizarımız bunadır ki, doğuş vaxtından ta 3 aylığa kimi uşağın başının ölçüsü 6 sant inkişaf edir. Və bir 12 aylıq uşaqda başın ölçüsü 12 sant inkişafı olar. Əgər ki, başın ölçüsünün inkişafı az ola, ya ki, bu əndazəsindən artıq ola, bunlar gənə eləyə bilər ki, bir seri problemləri görsətsin və gərək ki, valideynin buna çox diqqətli ola. Ayrı problemlərdən uşaqlarda, uşaqların gecəyə sidik salmalarıdır. Ki, biz uşaqlarda bunu çox görürük, amma çox bir sadə uşağı yoxlamaqla eləmək olur ki, onu beynindən aparaq. Az cümlə illətlərdən, bir mühüm illətlərindən biri uşaqlarda, uşaqların istirabıdır. Uşaqların istirabı ola bilər ki, o uşaqla ailədə yaxşı bir münasibət olmaya, yəni ki, ola bilər ata ailədən uzaq ola, bir ayrı yerdə işləyə, yəni ki, bir təzə ovladı o ailəyə gəlmiş ola, bunlar hamısı eləyə bilər uşaqda istirab yaratsın. Və yəni ki, əgər bir uşaqda bir müddətli qəbzlik olsa, bu bağırsaqların sıxıntısı sidik kisəsində eləyə bilər ki, uşaqda bu problemi yaratsın. Və yəni ki, bir uşaqda əgər ki, böyrəklərdə ya sidik kisəsində infeksiya olursun, gənə bu eləyə bilər uşaqlarda ya sidik salma yaratsın. Budur ki, bir sadə uşağı görməklə eləmək olar ki, bu problemləri aradan götürülə və uşaq rahatlaşa. Ayrı bir problemlərdən uşaqlarda hərəkət problemləridir. Bizim intizarımız bunadır ki, bir uşaq 5 aylığında dönə bilər. 8 aylığında eləyə bilər iməkliyə, 1 yaşında eləyə bilər otuya və 12 aylığında eləyə bilər yeriyə. Əgər ki, bir uşağın bu vaxtlarda eləyə bilməsə özün yetiyə, yəni ki, bu uşaq dalıya qalıbdır və lazımdır ki, valideyn buna diqqətli olsun. İnkişafdan qalır. Bəli. Daha ayrı bir problemlərdən biri uşaqlarda onurğa sütununun ya ayaqların əyriliyidir və ya ki, ayağın altının saf olmasıdır. Ki, gənə bu problemlərə gərək valideynin diqqətli ola. Niyə ki, əgər aşağı sinnidə bunlar bilinsə, rahatlar eləmək olar bu uşaqlara köməklik olar. Uşaqlarda daha ayrı bir problem ki, indi də məktəb vaxtı olubdur, uşaqların yaddaş problemidir. Ki, eləyə bilər müxtəlif illətlərdən yaransın. Eləyə bilər uşaqda eşitmə problemindən olsun. Eləyə bilər uşaqda o xəfif sudurqalar ki, dedim, ondan olsun. Və ya ki, eləyə bilər hiperaktivlikdən ya diqqət zəifliyindən olsun. Bəli, hiperaktiv uşaqlarda hansı əlamətlər olur? Bəli. Bir uşaq ki, hiperaktiv olur, biz ki, görürük biləsin, müayinəyə gələndə daimən əşyanı götürürük. Yəni ki, ayağı ilə o tərəfə vurur. Ya istur üstündə oturanda çox nadincdir bu uşaq. Qonaqlığa aparanda bu uşağı bir yerdə dayanmır, istəyir getsin tez. Ya sinifdə tez-tez istəyir sinifdən çıxsın eşiyə. Və ya ki, bu uşaqlar ayrı uşaqlarla başlayanda oynamağa görürsünüz ki, çox səs salırlar. Və ya ki, çox danışırlar, ailələrine icazə vermirlər danışmağa. Və ya ki, bir sual soruşanda bilələrindən sual qutarmamış başlayırlar ona cavab verirlər. Və ya ki, əşyalarını tez-tez yaddan çıxardırlar, məktəbdə qoyurlar qalır. Və ya ki, bir söz tapşıyanda bilələrinə o sözü yaddan çıxardırlar. Və diqqətsiz uşaqlarda əlamətdə bu ola bilər ki, bu uşaqlar imla istəyirlər yazsınlar, hurufatı unudurlar. Yəni ki, bir iş istəyirlər görsünlər, o işi çox səbirsiz görürlər. Və ya ki,
bir iş deyəndə bilənə o işi axirə yetiyə bilmirlər. Məsələn, istəyirlər oynasınlar, oyunu axirə yetiyə bilmirlər. Məşqi yaza bilmirlər. Və ya inki ayrı bir işlərində çox hövsələsiz və səbirsizdirlər. Mən çox üzr istəyirəm. Gəl Vüsalə xanıma da sual verib, sonra davam edəcəyik. Vüsalə xanım, nitq qüsurları nədən yaranır uşaqlarda? Nitq qüsurları, doktor da dedi, nevroloji problemlərdir. Yəni sinir sisteminin zəifliyidir. Psixi-ruhi problem inkişafı yerində olmamaqdır. Bunlar hamısı uşaqlarda, beyin pozğunluqları hamısı sinir sisteminə əlaqədar olduğu üçün bunlar uşaqlarda nitq pozğunluqları yaradır. Ən çox da səslərdə problemlər yaranır. Bu da səsin problemi yaranması da disfaliyadır. Bunlar məsələn başqa səslə tələffüz edirlər və yaxud da heç o səsi tələffüz eləmirlər. Yəni ən çox rast gəlinən səs tələffüzləridir və cümlə quruluşları yarımçıq, yəni şəkilçilər deyilmir. Yəni elə başlanğıc formasında deyilir və kökü deyilir və şəkilçilər deyilmir. Yarımçıq sözlə danışırlar. Bu müraciətlər çox olunur valideynlər tərəfindən. Bizdə də valideynlər biraz, siz necə yanaşırlar loqoped yanına gələndə? Yəni hər şey tez həll olunsun. Yəni, gəldiyim bir həftə ərzində bu nitq qüsuru aradan götürülsün və gedim. Amma başa düşmürlər ki, bu nitq qüsuru bir həftəlik bir işin deyil. Yəni, o səsi alana kimi, o səs cümlələri qurana kimi, heç olmasa bir ay, 2 ay gəlib getməlidirlər ki, vaxt aparır ki, bu uşaqlarda cümlələr yaransın, fonetik, fonetmatik quruluşlar yaransın, nitq davranışları olsun, lüğət ehtiyatları artsın, həm də dil masajları da olunur bizdə, yəni, mən dil masajlarını da çox mühüm verirəm. Çünki uşaqlarda dil tonusları da olur. Çox vaxt o, yəni səsi deyərkən hansı ki dil yuxarı qalxmır deyənə ona dil masajları da olunur. Ona görə də valideynlərdən çox şey asılıdır ki, uşağı axıra qədər gətirib çatdırmaq. Yəni bu işləri görmək üçün. Yəni o səs tələffüzü sistemi, səs tələffüzü, artikulyasiya orqanlarının düzgün olmalıdır ki, uşaq səlis danışma bilsin. Ya hətta eşitmə, görmə, emosiyalar, bunlar hansı bir-birinə bağlı olan bir şeylər ki, bu uşaqları cəlb. Yəni diqqət zəifliyi olan uşaqlarda olur. Hiperaktiv dedi doktor. O uşaqlarda da elə bir problemlər yaranır. Yəni axıra kimi çatdıra bilmirlər cümlələr, tez deyim, yarımçıq deyirlər, belə uşaqlarda yaranır. Ona görə də ya uşaqlar o vaxtı hiss edirlər, ya heç danışmırlar, ya da danışmaq istəmirlər, ya da uşaq heç danışmaq istəmir, ya da balaca uşaq kimi danışırlar. Belə bir müraciətlərdə olunur. Danışarkən də duruxmalar olunur bu uşaqlarda. Biz valideynlər bilməlidirlər ki, uşaqları gətiririksə, o uşaqda nitq qüsuru var. Bu qüsuru biz aradan qaldırana kimi buna axıra qədər gedək, hösələ. Ona görə də biraz səbir lazımdır ki, bu qüsurları aradan götürmək üçün ki, işləmək lazımdır. Hər dəfə gəlib gedəndə, elə bir məndə bir xəstə var, bu uşaq valideynin mən səbrinə, valideynin öz səbrinə. Hətta onda çənənin vəziyyəti, çənə quruluşunda biraz problemlər var idi. Uşaq hər bir səsi deyə bilmirdi, səsləndirə bilmirdi. İndi uşaq, baxın, 5-ci aya girir, valideyn gətirir, aparır və uşaqda da demək olar ki, nə qədər irəliləyiş olur. Amma elə valideyn onu hösələ bilir ki, bu günləri, bu 4 dənə cümlənin birincisi davamını gətirəcək, gedir. Amma belə olmamalıdır. Bunu axıra qədər gətirmək. Sonra da uşaqlarla paylaşmaq sistemi yaratmaq lazımdır. Onu da eləmək lazımdır. Ona görə də əsas da uşağın valideyni əsas burada rol oynayır ki, gətirərkən axıra qədər gətirmək lazımdır ki, gələcəkdə heç bir fəsadı olmasın. Mən elə bir uşaq görmüşəm ki, gəlir 21 yaşı var, bu içəri girir, doktor, mən girən kimi bilirəm ki, bu qüsurdur da, bilirəm. Mən də deyirəm, heç o deməmiş deyirəm. Bəs niyə sənin valideynin, nə bilim, aparmadı, eləmədi, üstümə düşmədi. 21 yaş, universitetdə oxuyur bu uşaq, gəlib ki, mən danışa bilmirəm. Ən çox da kəkələmələr 21, 23, bu yaşda çoxlu kəkələmələr gəlir. Bu problem nədir? Siz ən çox qorxu, həyəcan, stres, bunlara səbəb bunlardır. Bir də irsi faktorlardır. Ən çox bunlardır. Siz onu vaxtında, həmin dəqiqə üstünə düşsəydilər, bu vəziyyət gəlib 21 yaşa qədər gəlib çatmazdı.
Amma həmin vəziyyəti elə yaradır ki, valideynlər, uşaq özü öz ayağı ilə gəlir laqaped yanına və hətta girməyə də utanırlar. Bəli. Axı, biz danışıq elə bir şeydir ki, həm onu vizit kartıdır, danışıq hamını özünü, danışıq göstərmək deməkdir. Onun üçün də mənə elə gəlir ki, valideynlər bunları eləməməlidirlər. O 21 yaşa çatınca uşaqların içərisində, mən deyir, seminara çıxa bilmirəm, mənə köməklik eləyin. Amma o yaşda sizə müraciət edirlərsə, müalicə oluna bilirlər? Biz müalicənin strukturu budur. Gəlməlidir və o ritmi biz aradan götürməliyik. Müntəzəm gəlməlidir. Bəli. Gəlməlidir ki, hər dəfə mənim dediklərim ona geçsin, çatsın və o həm yaddaşında saxlasın və o yaddaşda saxlayana qədər də vaxt aparılır. Və bunlar da bilmirlər, hələ nə bilim, bir aparat, bir iynə, siz həm bir dərman müalicəsi olmalıdır, həmin o stresi aradan götürmək üçün. Qorxunu stresi, həm də o vərdişi yaratmaq lazımdır onda. Müsəllə xanım, çox üzr istəyirəm, telefon zəngimiz var. Salam, xoş gördük, buyurun, eşidirik sizi. Salam, sabahınız xeyir olsun. Mən qonaqlarınızın ikisini də salamlayıram. Təşəkkür edirik, buyurun. Mənim oğlumun 5 yaşı var, Bəli. 2 aydır bağçaya gedir. Amma heç cürə bağçaya öyrəşə bilmir. Və stresdən qaytarır bağçada, yemək yemir, heç bir uşağa yaxınlaşmır. Qarnında deyir, sancılar olur. Nə vaxt gedirsən, təklikdə bir kənarda oturub. Və mən qorxuram, bu onda nəsə bir problem yarada bilərmi? Əsəb sisteminə görə, nə bilim, depressiya düşə bilər. Neyini, psixoloq aparım, nefrolog aparım, deyilər, sakitləşdirici dərmanlar verin ona. Mən gəlin məktəbə gedəcək və məcburam onu bağçaya qoyum. Yəni, əvvəl evdə tək uşaq olub amma. Və evdə tək olub, televiziya qarşısında çox olub, bəlkə də onun fəsadıdır, mən bilmirəm. Aydındır, təşəkkür edirəm sualınız üçün. Buyurun, doktor. Çox bir yaxşı sual verdilər. İndiki məktəb vaxtıdır. Biz bu sualları çox görürük valideynlə. Demək olar ki, bu istirabın əlayimin xanım yaxşı dedilər. Uşaqlarda o uşaq için istirab olur, uşaq nadinc olur, agresiv olur. Uşaqda ürəkbulanma ya qusma şayad əmələ gələr. Və məktəbə istəmir ki, əslən getsin. Məktəbə gedən vaxt bulayda özünə bruza verir. Bu valideynə bizim bir dənə tövsiyəmiz bu olur ki, siz qəbli bu iki uşağı məktəbə yollayasınız, uşağı özünüzdən səyinin ki, biraz ayırasınız. Yəni, məsələn, uşağı aparın qoyun nənəsi önə, aparın qoyun dayısı önə, bir gecə dayısı önündə qalsın, bir gecə xalası önündə qalsın və uşaq öyrəşsin ki, ayrı yerdə qalmalı, atadan, anadan uzaq olmanı. Bəli. Tədrici bu uşağı ayırmaq lazımdır. Birdən eləmək olmaz ki, bu uşağı ayıraq. Bəli, bir müddət ki, uşaq ayrı evdə qalmağa öyrəşdi, ondan sonra ataya, ana yapışay uşaqdan gəlirlər məktəbə və ataya, ana gərək bunu ta sinfə kimin müşayiət edir. Uşağı qoyarlar sinfə, özü dayanır sinfin eşiyinə və tədrici, sonra bir yol sabahısı uşağı sinfə apara, məktəbə apara və sinfə getməyə. Sonra bir yol sabahısı günlər tədrici o biləsin, özündən ayrı. İnanın, çox təəssüf indiyənə qədər elə valideynlər, elə ailələr var. Bəli. Uşaq oturur dərsdə, qapı açıq, uşaq da deyir, yox, qapı açıq olsun ki, mən görüm ki, ya mamam, ya babam, ya papam kimsə durub orada məni gözləyir. Bu sanki bir qorxu var onların içində. Bəs o qorxu da gətirib, bax, elə bir şeylərə də çıxarda bilir. Şuraltı dediyimiz bir şey var da. O gətirib həmin bu kəkələmədir, stresdir. Bax, hamısı bunlara səbəb olur uşaqlarda. Biz uşaqları biraz eləmək lazımdır ki, buraxmaq lazımdır. Ki, baxasan, müşahidə eləyəsən, ki, görək uşaq neynədir. Onu ki, elə saxlayanda, ən çox da sıxanda, o uşaq həm tez-tez xəstələnəcək, həm tez-tez də belə qorxu, həyəcan, stres içərisində olacaq. Mənə elə gəlir ki, ümumiyyətlə, uşaqla bir böyük kimi davranmaq lazımdır. Körpə uşaq yox. Çünki hələ onun o körpə dilində danışanda, uşaq da fikirləşir ki, ha, elə də olmalıdır. Amma yox. Mən uşağımı özüm bağçaya qoyanda, müəlliməsi deyir ki, uşaq kimi danışmır sizin uşaq. Elə danışır ki, elə bir ki, böyükdür. Mən ona məhtər qalıram, böyük danışır. Müraciət eləyəndə böyük müraciət eləyir. Yəni, elə olmaq lazımdır. Xanımın bir yaxşı sualı da var idi ki, aya suallıqda bir istirab uşaqda bir problem yaraday. Bəli. Əgər ki, bu istirab davamlı getsə, həm o fizioloji cəhətindən orqanlarda problem yaradır. Ürək çırpınma olay, sinə ağrısı olay, nəfəs dayanay, xəfəlik və şəxs hiss elər ki, eləyə bilmir nəfəs gəlsin. Bu problemlər getdikcə artar biləsində. Sonralıqda... Bu da doktor kəkələməyə gətirib də çıxarda bilir.
Sonralıqda eləyə bilər uşaqda yaddaş problemi yaratsın. Zəif, bəli. Bir uşaqdakı istirab olsa eləyə bilməz yaxşı yaddaşı olsun. Və ya ki, uşaqda sonralıqda rəftarında problem yaradır. Necə uşaqda eləyə bilər ki, uşağı aqressiv eləsin. Ya o rəftarlar ki, ictimai əleyhinə olur, bu uşaqlarda biz çox görürük. Odur ki, gərək bu istirab tezliklə aradan götürülə. Amma daha bir sualı oldu ki, bu cür problemlə üzləşiblərsə, bu simptomlar varsa, psixoloqa müraciət etməlidir, yoxsa nevropatoloqa, doktor? Bu, dərvaqa bir dənə bir kompleksdir burada. Ki, nevropatolog görür... Həm uşaq nevropatologuna, həm də ki, psixolog. Ki, lazım olanda psixoloqa da rica veririk və bir kompleksdə bunlar görürük. Bizim Nərgiz klinikasında bir kompleksi vardı ki, uşaq nevropatologudur, psixologdur, logopeddir, Usalə xanım. Mütləq lazım. Və ayrı bir aparatlar ki, lazım olanda yoxlanır, az cümlə ensefalogramdır ya eşitmə problemləridir ki, bu kompleksdə uşaq gələndə yoxlanır birlikdə və lazım olanda o yerində o işləri görür. Nərgiz klinikanın telefon nömrələri də ekrandadır. Buyurun mənim əzizlərim, müraciət edin, zəng edin. Hər iki həkimimizin qəbuluna yazılın. Həm də ki, çox gözəl psixoloq da var. Mən də onu bilirəm Nərgiz klinikada. Bizdə, siz doktor da dedi, yəni logopedə müraciət edəndə mütləq nevropatoloqun müayinəsi altında olmalıdır. Həm də uşaqlarda hansında da çoxsunda psixi inkişaf varsa, onu psixoloqlar. Yəni bizdə psixoloqumuz da, yəni nevropatoloqumuz da birlikdə biz işləyirik Nərgiz klinikasında. Bu kompleks şəklində olanda siz müayinə düzgün gedir, düzgün aparılır. Yəni həm uşaqlar, onsuz da sinir sistemi olan, yəni problemi, psixi ruhi problemi olan, inkişafdan gerilik olan uşaqlarda mütləq nitq qüsurları olur, yaranır. Həm də bu üç mütəxəssis bir yerdə konsilium şəkildə mənə elə gəlir ki, uşağı qəbul edirsinizsə, həm də çox gözəl effekt alınır. Bəli, və daha tez ona kömək edə bilirsiniz. Bəli. Çünki bir tərəfli işləyəndə, bir mütəxəssis işləyəndə, təbii ki, o daha proses uzaq olur da. Yəni ki, bu problemin çözməyi ilə sonra, logoped məşğul olandan sonra deyir ki, yox, bir dənə gedin psixoloqa da müraciət edin. Baxın, görün psixoloq nə deyəcək. Bir müddət orada bir vaxt itirilir. İstər-istəməz psixoloji həm valideynə, həm uşağa böyük təsir eləyir. Və ancaq son nöqtədə fikirləşirlər ki, yox, bu uşaqda nevroloji bir problem var və nevropatoloq. Amma yaxşı olar ki, Nərgiz klinika müraciət etsinlər, konsilium şəkildə həm üç mütəxəssis baxsınlar xəstəyə və xəstəyə baxandan sonra təbii ki, o müalicəsində məşğul olsun. Doktor, bəs ən çox böyük də problem yaddaş zəifliyidir. Həm uşaqlarda, həm böyüklərdə bu böyük bir problemdir. Bu yaddaş zəifliyin səbəbi nədir? Nədən bu yaranır? Yaddaş zəifliyin ən ümdə problemlərdən biri uşaqlarda. Eləyə bilər ki, uşağın o hamiləlik vaxtında, yəni ki, doğuş vaxtında hipoksiyadan olar. Yəni bir uşaq ki, hamiləlik vaxtında ya doğuş vaxtında yaxşı oksigen çatmıyor bunun beyninə. Bu eləyə bilər ki, sonralıqda yaddaş problemi yaratsın. Bəzi vaxtlar olur ki, uşaqlarda bu yaddaş problemi uşağın eşitməyinə gəlir. Yəni, uşağın eşitməyində bir problemi vardır. Yəni ki, eləyə bilər, o xəfif sudurqalayı ki, dedim, o xəfif sudurqalaydan olsun ki, uşağın yaddaşında problem yaratsın. Və yəni ki, eləyə bilər, uşaqlarda istirabdan olar. Ki, uşaq istirabdan eləyə bilməyir, yaddaşında, zehnində saxlasın. Və yəni ki, uşaqların hiperaktivliyindən ya diqqət azlığından ola bilər ki, bu gibi problemlər yaransın. Əgər yaddaş zəifliyi varsa, uşaq nevropatoloquna müraciət etmək lazımdır. Əgər ki, bir uşaqda yaddaş zəifliyi olsa, bu şayət ki, lazım ola sudurqa cəhətindən yoxlanar. Yəni ki, lazım yenə də kompleks şəkildə, konsilium şəkildə mütəxəssislər yəni ki, lazım ola onun eşitməsi yoxlanır. Yəni ki, lazım ola onu bir psixoloq görə. Yəni ki, lazım ola onu logoped görə. Nəticə bir dənə uşaq ki, yaddaş problemi vardı. Lazımdır ki, bir kompleks şəklində bu görülsün, bir konsantrasyon şəklində bu görülsün. Və lazım olacaqdır ki, bu kompleksdə bir nevropatoloq olsun, bir psixoloq olsun və logoped olsun ki, bunu yoxlasın. Bir də hansı hallarda ən çox valideynlər müraciət edə bilər nitq qüsuru olan uşaqlarda? Yəni, bir yaşdan yuxarı uşaqlar ailə üzvlərini tanımırsa, onların heç bir reaksiyalarına cavab vermirsə, yəni qeyd, gətir, al, ver, onlara baxmırsa, 2 yaşdakı uşaq 50-dən müxtəlif sözləri dərk etməlidir və 4 dənə cümlə qurmalıdır.
3 yaşından etibarən uşaq gələcək, keçmiş zamanları bilməlidir və hər bir oyunlara reaksiya verməlidir. Uşaqlarla bacarmalıdır kontakta girməyi, oyun oynamağı. 4-5-6 yaşında uşaq hər şey nə üçün, nə edir, hansısa bu suallara cavab verməlidir ki, öz bildiyini hamıya çatdırmalıdır. Bəli. Bunlar hamısı olmasa bu uşaqlarda onda valideynlər mütləq müraciət etməlidir. Buna böyük diqqət yetirməlidirlər, çünki ən azından evladlar böyüyürlər, cəmiyyətə çıxmalıdırlar, düzdürmü? Elə valideynlər var ki, uşağı saxlayırlar, deyir ki, bu danışır da uşaq kimi, şirin dil kimi də, el arasında deyirlər belə, danışır bunu. Bunun nə var belə, gətirməyin bir lüzumu, amma bilmirlər ki, bu sonradan uşağın böyüyəndə psixikasına çox mükəmməl, pis təsir edir. Ki, mən böyüyür, uşaq çatır, deyir, məsələn, mən niyə göstərməmsən laqabidə? Aydındır. Belə bir halda. Çox sağ olun, təşəkkür edirəm. Vaxtımızın sonuna gəldik, çatdıq. Bir daha bütün valideynlər üzümüzü tutub demək istəyirik ki, mənim əzizlərim, əgər bu cür problemlərlə sizin evladlarınız üzləşibsə, buyurun, Nərgiz klinikasına mütləq şəkildə müraciət edin. Çünki həm psixoloq, həm uşaq nevropatoloqa, həm də ki, çox gözəl laqapeddə bu cür mütəxəssislər Nərgiz klinikada var. Mən sizinlə sabah qədər sağlaşıram. Unutmayın ki, 12:00-da bizim şənbə xüsusi buraxılışlarımız olur və sonda hər zaman olduğu kimi sizə sağlamlıq arzu edirəm. Sağ olun, salamat qalın.